Çünki müsəlmanların bir-birinə zülmü ilk həsəddən başlayır. Əgər həsəd bir müsəlmanın qəlbinə girdisə, artıq onun arxasında buğz eləmək gəlir, çəkişmək gəlir. Bu böyük Muhammedin sallallahu aleyhi və səlləm. Və şərrəl umuri muhtəsatuhə və kullə muhtəsatin bid'a və kullə bid'atin dalalə və kullə dalalə. Başqa bir hədisdə Buxar və Müslimdə keçən Əbu Hüreyrə radiyallahu anhu rəvat etdiyi hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Lə təhəsədu və lə tənəcəşu və lə təbəğadu və lə tədəbəru və lə yəbi' ba'dukum alə bey'i ba'd və kunu ibadallahi ixvanə. El-muslimə əxul muslim lə yazlimuhu və lə yəhkiruhu və lə yaxdiluhu. Kullul muslimi aləl muslimi haramun dəmuhu və məluhu və irduhu. Bir-birinizə həsəd etməyin, bir-birinizlə çəkişməyin, bir-birinizə arxa dönməyin, bir-birinizə buğz etməyin. Ey Allahın qulları, qardaşlar olun. Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm nədən danışır burada? Bir-birinizə həsəd etməyin. İmam Nəvəvi rahimehullah bu hədislə bağlı buyurur ki, ən birinci hər şey həsəddən başlayır. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin burada həsədi xüsusən zikr eləməsində bir illət var. Çünki müsəlmanların bir-birinə zülmü ilk həsəddən başlayır. Əgər həsəd bir müsəlmanın qəlbinə girdisə, artıq onun arxasında buğz eləmək gəlir, çəkişmək gəlir. Bu böyük bir problemdir. Ona görə ilk müsəlmanlar həsədi aradan qaldırmalıdırlar. Bir-birlərinə buğz eləmək, bir-birlərinə düşmənçilik eləmək, bu müsəlmanların qardaşlıq hüquqlarına yaraşmayan bir şeydir. Ki müsəlmanlar o qədər problemlər ola-ola qalxıb bir-birlərinə buğz edirlər, bir-birlərinə düşmənçilik edirlər. Baxın, bu ikinci bir məsələ idi ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin hədisləri ilə bunu ortaya qoyduq ki, müsəlmanlar istər az, istər çox, heç bir məsələdə bir-birlərinə zülm etməməlidir. Yardımlaşmalıdırlar, zülmdən uzaq qalmalıdırlar. Bu ikisini yerinə yedirdiyimiz müddətcə qardaşlıq hüquqlarımızın bir qismini qorumuş olarıq.